Həkim inanırsınız, ləman meyvə deyilən ağzına heç nə vurmur. Amma əvvəllər belə deyildi. Əməlli başlayan nə var meyvədən qaçır. Alma ümumiyyətlə yaxınına qoyma, almanı görəndə iyrənir, dəhşət dərəcədə iyrənir. Yəni get-gedə görürəm ki, yəni belə olmaz da. Ona görə göndərdim sizin yanınıza. İnşallah sizin sayənizdə o da normala dönər, onda iştah açılar, əsas da boyu uzanar. Son zamanlar müraciətlərimizin çoxunda uşaqların meyvə yemədiklərini görürəm və valideynlərin şikayəti ondan ibarətdir ki, aylardır meyvə yemir, dişləyərək heç bir meyvəni çeynəmir və bununla da belə uşaqların illərlə, aylarla meyvədən məhrum edə bilmərik. Biz o meyvəni məcbur şəkildə ya blenderdən və yaxud da süzgəcdən və yaxud da meyvə aparatlarından, şirə çəkən aparatlardan keçirdərək bu uşaqlara mütləq içizdirməliyik. Buna nəzarət ən çox valideynlərə düşür. Əsasən 18 yaşa qədər bütün uşaqlar, böyüklər də daxil olmaqla hər gün bir stəkan meyvə şirəsi içməlidirlər. Qarışıq meyvələrin bir stəkan şirəsi gün ərzində bütün mikroelementlərin və mineralların qəbulu üçün yetərlidir. Bunun üçün təkcə dişləyib çeynənməyən meyvələr o demək deyil ki, heç yeyilmir və xoşlamır və yeməyəcəkdir. Onu biz qarışıq, sevdiyi meyvələrin qatqısı şəklində də qarışdıraraq, soğuk maşınından keçirdərək bir stəkan meyvə şirəsi şəklində içizdirməliyik.